Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Mirzə Salahovun barəsində hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Qərara əsasən apellyasiya şikayəti təmin edilməyib. Yardımlı rayon məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 221.3-cü xuliqanlıq maddəsindən həmin məcəllənin 128-ci qəsdən sağlamlığa, yüngül zərər vurma maddəsinə tövsif edilib və o həmin maddə ilə təqsirli bilinib. Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyinə görə ona cəza təyin olunmayıb. Mirzə Salahov barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbiri ləğv edilib. İttihama görə hadisə 23 may 2022-ci il tarixdə Cəlilabad rayonunun Şötüklü kəndində yerləşən otlaq sahəsində qeydə alınıb. İstintaq materiallarına əsasən 1978-ci il təvəllüdlü Mirzə Salahov əvvəlcədən tanıdığı Dadaş Dadaşovla ona məxsus iri buynuzlu heyvanları onun əkin sahəsinə salmağa cəhd etdiyini iddia edərək mübahisə edib. Bu zaman Dadaşın azyaşlı oğlu zərər çəkmiş Binnət Dadaşov əlindəki Samsung A3 markalı mobil telefonla hadisəni videoya çəkməyə başlayıb. Bu hal təqsirləndirilən şəxsi qəzəbləndirib. Mirzə istintaqla müəyyən edilməyən təsərrüfat təyinatlı alətlə azyaşlının üzərinə hücum edərək cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirib. İctimai qaydaya laqeydlik göstərərək onu kənd istiqamətində təxminən 1 kilometr məsafədə qovub. Daha sonra ona çataraq əlindəki alətlə Binnətin sağ baldır nahiyəsinə qəsdən bir zərbə vurub və ona yüngül bədən xəsarəti yetirib. Bundan əlavə zərər çəkmişin əlində olan 460 manat dəyərində Samsung A3 markalı mobil telefon tam yararsız vəziyyətə salınıb. Yardımlı rayon məhkəməsinin hökmü ilə o 2 il 4 ay 7 gün müddətə azadlıqdan məhrum edilmişdi. Qeyd edək ki, ad və soyadı şərti verilib.